Baharın gəlişi çərşənbələr Novruz bayramını biraz daha bizə yaxınlaşdırır. Təkcə təsərrüfatda yeniliklərin başlanğıcı deyil yazın gəlişi. Eləcə də həyatımıza da yeniliklər gətirir. Bəs görəsən şəhər sakinlərimiz yazın gəlişi ilə bağlı fikirləri nədir? Birlikdə öyrənək. Salam. Yazla bağlı, yazın gəlişi ilə bağlı gözləntiləriniz nələrdir? Gözləntilərim çoxdur vallahi. Çoxdan da yaz fəslini çox sevirəm, yaz yay ayları. Özüm yayın da olmuşam deyə çox sevirəm. Özüm idmanla məşğulam, özüm aşpaz işləyirəm. Ona görə fəslin gəlməyi çox yaxşı oldu bizim üçün. Belə. Nə gözləyirsiniz, nələr planlamısınız? Yarışlarımız var yayda. Xocasən rayonunda keçiriləcək. Yəni bizim üçün fərqlilikdir, 2 dəfə də orada olacağıq. İnşallah yarışlarda yaxşı nəticə qazanarıq. Mən və yoldaşlarım üçün hazırlayıram buradan. Mən düşünürəm ki, bu yaz əvvəlki yazlardan fərqli olacaq. Çünki elə havanın özündən də hiss eləmək olur. Yəni gördüyümüz kimi burada insanlar toplaşır, pikniyə gedirlər falan. Yəni bu yazın daha əyləncəli olacağını düşünürəm. Böyük gözlənti gözləyirəm bu yaz. Yəqin ki, bu il bizə düşərli olar. Ancaq bunu deyə bilərik də, xalqımıza düşərli olsun. Bəs nə yenilik planlamısınız? Yenilik işlə əlaqədar yeni planlarım var. Görək indi başlamaq istəyirəm. Düşərli olsun. İlk dəfədir iş danışmağa gedirəm indi. Yəni düşərli olsun mənim üçün. Çox sağ olun. Sağ olun qadası. Yazın gəlişi ilə bağlı gözləntiləriniz nələrdir? Universitetə girməyi birinci növbədə. Sonra ikinci növbədə özümə bir maşın almaq. İnşallah çox sağ olun. Üçüncüsü də gəzib əylənmək. Havalar geçənləşib, havalar istəşib, geçən havalar. Yəni belə olsa yaxşıdır. Yoxsa yağış saat yaxşı deyil. Öz həyatınızda nə yeniliklər gözləyirsiniz? Nələr planlamısınız? Məni Dəyişəcəm. Bu ay bu dəyişəcəm. mən bu aya başlayacağam məşqə. Özü məşqdən başlayıb da. Biz elə ki tətildə idik. Özü məşqdən başlayır. Yazın gəlişi ilə bağlı gözləntilərim, yəni yazın gəlişi yenilik deməkdir. Təbii ki, hər insan da özündə yenilik görmək istəyər. Yazın gəlişinə bir adiyyəti olacaqmı, olmayacaqmı bilmirəm, amma istəyərdim ingilis dilimi gelişdirim. Bəli, inkişaf elətdirmək istəyirəm, daha da yaxşı yerə gəlmək istəyirəm, xaricə getməkdir məqsədim. Buna görə də ingilis dili önəmlidir onun üçün. İnşallah bacararam. Bir insan olaraq təbii ki, sağlamlığımıza görə Allahımıza şükür eləyirik. Hər bir insan kimi, hər bir müsəlman kimi. Amma ümumi olaraq bir vətəndaş kimi, bir cəmiyyətin bir nümayəndəsi kimi yaxşılığa doğru heç nə gözləmirəm. Çünki yəqin məlumatınız var ki, bazarda hər şey ot tutub yanır. Deyir qiymətlər bəli. Birisi bizim bəzi fürsətçil insanlarımız belə məqamları gözləyirlər. İlaxır çərşənbəyə qədər balaca bir balıq olur 30-40 manat. O çərşənbə axşam gün oturarsa axşam üstəyə yaxın artıq görə xarab olur, onu 10 manata yalvarır. Amma belə normal vaxtda 20 manata versə adam alar onu. Yəni bu cür məsələlər, bir də bizdə maaş məsələsi biraz çox aşağıdır. Hətta ki mən fəlsəfə doktoru Dasen'dən bir elm adamı kimi mənim maaşım 700 manatdır. İndi biz axı insanıq, yemək üçün yaşamasaq da, amma yaşamaq üçün yemək lazımdır müəyyən qədər. Nəzər alsaq ki, 2 uşaq ailə və hesablayın ki, 700 manat pul hara çatar. Bu biraz mən arzu eləyərdim ki, inşallah bu bizim maaşlara məsul olan insanlarımız bu istəyirlər ki, insanlarımızın üzü gülsün, könülləri xoşal olsun bu Novruzda, bu baharda, yazda. Maaşlarımızı qaldırsınlar. Qaldırmaq necə bazara uyğun eləsinlər. Yəni artıq pul istəmirəm zaten. Yəni deyir evdəki hesab bazara çıxsın. Belə bir məsələ var. Bəs özünüzdə yəni nə dəyişmək istəyirsiniz? Bilirsiniz yenilikdir də yazın gəlişi. Nasıl? Özümdə bir insan olaraq təbii ki, hər bir insanın mənfi cəhətləri olur. Mən istəyirəm ki, mənfi cəhətlərim Allahın izni ilə o düzdür, yaşa dolduqca insan özünü müəyyən qədər belə deyək də, cilovlamağa başlayır, istəmir ki, kimizə qəlbinə dəysin. Mən istəyirəm ki, kimizə qəlbinə dəyməyim, müəyyən bir çatışmayan cəhətlərim inşallah ki, aradan qalxsın.
belə istəyərdim. Bir insan kimi də əlbəttə ki, rahat, firavan yaşamaq istəyərdim və istəyərdim ki, daha ölkəmiz, vətənimiz müharibə görməsin, qanlı, qadalı günlər görməsin. Allah bizim şəhidlərimizə qəni-qəni rəhmət eləsin, ruhları şad, məkanları inşallah ki, cənnətdir. Bilirsiniz ki, şəhidlər müjdələnmiş insanlardır, cənnətlər və qazilərimizə Allah can sağlığı. Ümumən xalqımıza mən can sağlığı arzu edirəm, içsiz olmaqla. Gözləntilərimiz daha yaxşı havanın olmasıdır. Həmişə belə yaxşı hava olsun da, belə soyuq olmasın. Zövq alırsınız da bu havada. Belə zövq alırıq, məsələn, hər yer hərarətlənib də, quşda artıq da çıxıb gedib də gəliblər. Başqa, məsələn, güllər açır artıq. Özünüzə bəs nə dəyişiklik eləmək istəyirsiniz? Nə yeniliklər eləmək istəyirsiniz dərslərinizlə bağlı? Dərslərimizdə inşallah rubliyimiz hamısı 5 olar. İnşallah, inşallah. Çalışırsınız da yəqin buna görə. Bəli. Yaz fəsli fəsillərin belə deyək şahıdır. Yaz gələndə bütün ətraf mühit oyanır, təbiət oyanır. Demək olar ki, insanlar da cana gəlir. Təbiət cana gəlirsə, insanlar da cana gəlir və bu yazın gəlişində böyük bir bayram əhval-ruhiyyəsi duyulur. Bu bayram münasibəti ilə ilk növbədə mən başda bütün şəhid valideynlərini, şəhid evladlarını, qazilərimizi, onların ailə üzvlərini təbrik etmək istərdim və təbii ki, bizə bu ruhu, bu incəliyi, bu gözəlliyi verən bizim dediyim kimi şəhidlərimiz, şəhid evladları, şəhid valideynləri və hətta başlıcası da cənab prezidentimiz olmaqla bu ruhu bizlərə verən, bu fəsillərin elə bil daha da gözəlləşdirən möhtəşəm bir fəsildir yaz fəsli. Yaz fəsli bütün fəsillərin şahıdır. Mən isti havanı xoşlayıram və belə günəşli hava olanda elə bir motivasiya olur, daha yaxşı olmaq, daha çox Hava yaranır. bəli, yəni belə. Bəs özünüzə nə yeniliklər eləmək istəyirsiniz? Ki, mən bu ay bunu dəyişəcəm, bu yeniliyi. İstəyirəm daha yaxşı voleybolda olum, daha yüksək dərslərdə olum belə. Yaz gəlir, xoş gəlir, səfa gətirir. Ümidvaram bu yaz təkcə mənə yox, hər kəsə xeyirli, uğurlu gələr. İnşallah. Yavaş-yavaş günəş çıxır, yer oyanır. O soyuq havalardan, soyuqlardan qurtulmuşuq. Valla mənim də özümə görə öz məqsədlərim, öz fikirlərim, öz düşüncələrim var. Həm pedaqoji sənətdə, həm təhsil baxımından, həm də öz şəxsi hobilərim olaraq istər kitab oxumaq, istər filmlər də var. Bu illik nəzdimdə olan, nəzərimdə olan. Bəli, özümə məxsus siyahı tutmuşam. Ümidvaram hər kəsin öz məqsədi yönlü şəkildə qoyduğu məqsədə gedər, çatar, ona əməl eləyər. İnşallah hamı üçün yaxşı olar, yaxşı gələr bu yaz. Yaz yaxşı başladı, çox yaxşı isti havalar gəldi. Tək bütün havalar belə keçsin, hamı pozitiv qarşılasın və yazı. Bu qədər. Nə yeni bir qoymusunuz qarşınıza ki, mən bu ay bunu eləyəcəm, bu fəsildə mütləq bunları eləyəcəm. Qabağımda IELTS imtahanları var. İnşallah ki, bu yaz düşərli olar IELTS imtahanlarından müvəffəqiyyətlə keçərəm. Çox sağ olun. Və istərdim ki, 11-ci siniflərə daha çox toxunur bu məsələ. Bütün abituriyentlərimizə uğurlar arzulayıram. İmtahanları uğurla keçsinlər. Sessiya imtahanları da kollektivə gəlir. Bütün tələbələrə müvəffəqiyyətlər arzulayıram. Bəli. Yəni bu qədər. Hamı bütün arzularına çatsın. Şəhər sakinlərimizin yazla bağlı düşüncələri maraqlı oldu. Qoy bu yazın gəlişi ruhumuza yeni nəfəs, arzularımıza qanat, həyatımıza işıq gətirsin.